Salam, mən Ümman Zavadov. Yeni videoda hər birinizi xoş gördüm. Sən də hər axşam onsuz da biraz baxıb yatacam da deyib TikTokda, Instagramda, elə YouTube'un özündə də short, reels videolar izləyib saatlarla yata bilməyənlərdənsən. Əgər bu belədirsə, bu video tam sənin üçündür. Keçək videoya. Beynimiz niyə sakitləşmir? Normalda yatmazdan əvvəl beynimiz melatonin hormonu ifraz edərək bizi yuxuya hazırlayır. Amma telefon ekranından yayılan mavi işıq bu hormonun ifrazını azaldır və beynimiz hələ də gündüz olduğunu düşünür. Kalkmasın bir saat kalsa. Teyze sen yumuşak danış. Sonsuz sürüşmə tələsi. Reels və shortun sonsuz sürüşmə mexanizmi var. Yəni, bir videonu bitirən kimi beyin dərhal yenisini istəyir. Nəticədə, axırıncı videoya da baxıb yatıram deyib saatlarla ekranın qarşısında qalırsan. Dopamin partlaması. Qısa videolar çox sürətli və maraqlı informasiya verdiyi üçün dopamin, yəni mükafat hormonu ifraz edir. Beyin hər yeni video ilə daha çox dopamin istəyir və səni ayıq saxlayır. Bu səbəbdən yatmaq get-gedə çətinləşir. Ay zahmatı, İlyazı göndərmişəm Türkiyə. 40 manata gətirib qoy. Götürün, gəlin, buyurun 40 manata götürün. Yuxusuzluq və yorğun beyin. Telefonla uzun müddət məşğul olduqda beynimiz dincələ bilmir. Bu da yuxusuzluq, yorğunluq və diqqət dağınıqlığı kimi problemlərə səbəb olur. Səhər yuxusuz və yorğun oyanmaq istəmirsənsə, telefonu vaxtında kənara qoy. Bunun yerinə kitab oxu. Və ya sevdiyin musiqini dinlə. Əgər sən də hər axşam bu reels tələsinə düşürsənsə, fikirlərini şərhlərdə paylaş. Videonu bəyəndinsə, like etməyi və kanala abunə olmağı unutma. Gələn videolarda görüşənədək. Sağ olun, salamat qalın.